Məzəli tələbələr, informatikadan növbəti videomuzda hər birinizə xoş gördük. Bu videoda sizlərlə birlikdə 2017-ci ilin qəbul suallarına baxmış olacağıq. Gəlin vaxt itirmədən suallarımızı keçid edək. 51-ci sual aşağıdakı proqramlardan hansı fail və qovluqların diskdə saxlanma strukturu üzrə funksiyalarını həyata keçirir? Ümumiyyətlə bu funksiyanı yerinə yetirən proqramlarımız fail sistemləridir. Variantlar içərisindən fail sistemi olan variantı tapmalıyam. Baxıram, Access 2019 verilənlər bazasının idarə etmə sistemləridir. A variantını atmış olacam. WinRAR arxivləşdirmə proqramıdır. D variantını da atdım. Excel 2019 elektron cədvəl proqramıdır. Outlook 2019 isə elektron poçtların qəbul edilib göndərilməsi üçün nəzərdə tutulan proqramdır. C variantını da atıram. Yerdə qalır nə? File Explorer, Windows 10 əməliyyat sisteminin fail sistemini idarə edən proqram və ya Windows-un əməliyyat sisteminin fail sisteminin əsasını təşkil edən proqram, yəni File Explorer proqramı. Yeri gəlmişkən qeyd edeyim ki, File Explorer proqramını açmağın qısa yolu Ctrl-E düymələridir. Gəlin bunu da buradan qeyd edək. Ctrl-E qısa yol vasitəsilə File Explorer'i də aça bilərəm. 51-ci sualın cavabı oldu. Y variantı və 52-ci sualla davam eləmiş oluram. Verilənlər bazası strukturunda yazı anlayışı nəyi bildirir? Yazı anlayışı cədvəlin sətrini bildirir. Biz cədvəlin sətrinə həmçinin kortej də deyirik. Sütun başlığına atribut deyirik. Cədvələ nisbət deyirik. Cədvəlin sütununa isə sahə və ya domen demiş oluruq. Açar isə bir qiymətli təyin edən sahədir. Hər hansı bir sütuna konstruktor rejimdə qeyd edirik ki, bu sütun, yəni sən açar sahə olacaqsan. Açar sahənin xüsusiyyəti nədir? Təkrarlanan bir dəyər, təkrarlanan bir verilən ola bilməz. Həmçinin açarlar iki cür olur. Əsas açarlar və xarici açarlar. Əsas açarın funksiyası bir qiymətli təyin etməkdir. Xarici açarın funksiyası isə cədvəllər arasında əlaqə yaratmaqdır. Beləliklə, yazı anlayışı nəyi bildirdi? Cədvəlin sətrini bildirmiş oldu. 53-cü sual. Elektron cədvəl fraqmenti verilib. Bu cədvələ əsasən diaqram qurulur. Diaqramın tipi nədir deyil? Baxıram, bu tipli diaqramlarımın adını əzbər bilməliyəm. Gələm Excel'ə. Insertdən, chart hissəsindən hər hansı bir diapazonu seçək. Deməli, chart hissəsindən all chart'a gəlirəm. Baxıram, adı nə imiş? Deməli, pie chart imiş. Magnifier ilə də yaxınlaşdırsaq. Gördüyümüz kimi pie chart'da adı. Bunu bağladıq. Şuraya qayıtdıq 100%-ə və pie chart olmayan bütün variantları silirəm. B getdi, D getdi və Y getdi. İndi diapazonu tapmalıyam. Əlində 2 dənə diapazon qalır. 1, C2, C4 diapazonu. Yəni bu diapazon. İkincisi isə fərqli bir rənglə işarələyək. B2, C3 diapazonu. B2, C3 diapazonu. 50, 50, 40, 40. Fikir versəm, mənim pie chartım 3 hissədən ibarətdir. Deməli, neçə dənə verilən daxil olunub? 3 dənə verilən daxil olunub ki, diaqramım 3 hissəyə bölünüb. Mənim də əlimdəki 2 dənə diapazondan hansında 3 dənə data var, hansında 3 dənə verilən var. Təbii ki, C2, C4 diapazonunda var. Beləliklə, cavabım olur A bəndi. Cavabım əgər C bənd olmuş olsaydı, yəni 4 dənə verilən olsaydı, artıq onda 3 hissəyə yox, 4 hissəyə bölünmüş olmalıydı. 54-cü sual domen adı nəyi bildirir deyir? Ümumiyyətlə, domen sözünü biz iki mövzuda görürük. Bir, qlobal şəbəkələrdə, yəni ümumiyyətlə şəbəkələr mövzusunda, bir də Access-də. Access-də bir neçə sual öncə də qeyd elədik ki, domen dedikdə cədvəl modelində, relyasiya modelində nisbətin, yəni cədvəlin sütunu nəzərdə tutulur. Bəs şəbəkədə domen nəyi bildirir? Şəbəkədə domen internetə qoşulmuş kompüterin unikal adını bildirir. Cavabım olur Y bəndi. Sadəcə domen adı deyirsə, şəbəkədən söhbət gedir. Ola bilər ki, biraz daha çətinləşdirsin və soruşsun ki, domen nədir?
Artıq orada necə qərar veririk ki, bu şəbəkələrdənmi yoxsa aksesdənmi soruşur? Sadəcə variantlara baxaraq. Yəni domen nədir soruşub, həm şəbəkələrdəki tərifini, həm aksesdəki tərifini vermiş olmayacaq. Bundan da narahat olmayın. Davam edirəm 55-ci sualla. Alqoritm adlandırmaq olar deyil. Alqoritm nə idi? Alqoritm bizi nəticəyə aparan sonlu sayda hərəkətlər və ya əməllər ardıcıllığı idi. Deməli, alqoritm adlandırmaq üçün nə olmalıdır? Bir hərəkət və ya əməl olmalıdır. İndi baxıram variantlara. A variantında texnikasının qaydaları. Qaydalarda bir hərəkət yoxdur. A variantını atdım. Sinifdəki şagirdlərin jurnaldakı siyahısını. Siyahıda bir hərəkət, bir addım, bir əməliyyat yoxdur. C də getdi. Metro stansiyalarının siyahısını. Onsuz da B variantında siyahını silmişəmsə, C variantını da atmalıyam mütləq. Həmçinin yenə dediyim kimi sadə bir siyahıda heç bir əməliyyat yoxdur. Heç bir hərəkət yoxdur. Metro stansiyalarının siyahısı, nə bilim stansiyalar, Həzrətlon və Əhmədli xalqlar və s. Bunun alqoritmə bir aidiyyəti varmı? Təbii ki, yoxdur. Daha sonra avtomobilin texniki pasportu yenə alqoritm adlandırmaq mümkün deyil. Niyə deyil? Çünki heç bir hərəkət və ya əməl dən ibarət deyil. Son olaraq bankomatda pulun götürülməsi təlimatı isə götürülmə artıq burada bir hərəkət var. Bu təlimatdakı addımları, hərəkətləri yerinə yetirərək son nəticədə bankomatdan pulunuzu çıxarmış olursunuz. Bir hərəkət var, bir nəticə var. Beləliklə cavabım Y bəndi qalmış olur. 56-cı sualımız qısa yollarla bağlı bir sualdır. Word 2019-da bu düymələrdən hansı sətrin sonuna keçməyə imkan verir deyir. Variantlara bir-bir baxmış olsam, Y variantı sətrin əvvəlinə gətirir. Sola ox sadəcə bir simvol kursoru sola gətirir. Kontrol sağa ox bir söz sağa keçidi təmin eləyir. Gəlin baxaq. Burada hazır bir mətnimiz var. Məsələn, qoyuram bura. Kursoru yerini dəyişdik və kontrol sağa oxdan istifadə edirəm. Söz yerini sağa dəyişmiş olur. B variantı da kursoru sadəcə bir simvol aparır. Amma end düyməsi sətrin sonuna aparmış olacaq. Son sözündən bilirəm ki, end son deməkdir. Buradan xatırlaya bilərdim. 57-ci sualla davam edirəm. Excel cədvəlindəki mətni Word sənədinə necə köçürmək olar? Necə köçürürük? Təbii ki, Excel cədvəlinə hər hansı bir xanadakı mətni köçürmək üçün xananı seçirəm. Daha sonra Ctrl-C qısa yolu vasitəsilə və ya kontekst menüdən kopya əmrini sıxıram və gəlib Word sənədi daxilində Paste əmrindən və ya Ctrl-V qısa yolundan istifadə eləmiş oluram. Beləliklə Excel-dən Word-ə yazımı, məlumatımı gətirmiş oldum. Variantlara baxmış olsam, əlaqə mümkün deyil, deyir, səhvdir. Excel cədvəlindəki mətni mübadilə buferinə köçürüb Word sənədinə əlavə etməklə təbii ki, cavabım olur B variantı. C variantında A ilə eyni şey deyir, yanlışdır. Word sənədinə Excel faylı əlavə etməklə mövcud Excel faylındakı yazıları gətirə bilmirəm. D variantı da getdi. Y variantı isə Excel cədvəlindəki mətni mübadilə buferinə köçürüb silməklə, mübadilə buferinə köçürüb silmək kifayət eləmir. Mübadilə buferinə köçürəndən sonra yapışdırmasaz, Word sənədinə gəlib çıxmayacaq həmin mətn parçası. Y variantını da atmış oldum. Cavabım oldu B variantı və 58-ci sualla davam edirəm. Vektorizator proqram hansıdır deyir. Biz 2 dənə vektorizator proqramı öyrənmişdik. Hansılar idi? CorelTrace və Adobe Streamline idi. Digər variantlara baxmış olsam, CorelDRAW vektordur, AutoCAD 3D hesab olunur, 3D Max adından bəlli olduğu kimi 3D-dir. Maya-da yenə 3D proqramı hesab olunur. Yerdə qalır təbii ki, CorelTrace. Bundan əlavə biri də var idi. Hansı idi? Adobe Streamline idi. 59-cu sualla davam edirəm. Mətn prosesorunda aşağıdakı fikirlərdən hansı səhvdir deyir. Paste düyməsi mübadilə buferində olan obyekti kursorun mövqeyində sənədə yerləşdirir. Bəli, həqiqətən də məsələn, mən bir cümləni, bir sətri kopyaladım. Daha sonra gətirib kursoru istədiyim yerdə saxlayıram və paste əmrindən
istifadə edirəm. Həqiqətən də həmin hissəyə atmış oldu. Y variantı doğrudur. Sənədin çapı fayl tabından yerinə yetirilir. Gəlirəm fayl tabına, həqiqətən də print əmri haradadır? Fayl lent tabındadır, fayl menyusundadır. Deyə getdi. Home tabının find düyməsi sənəddə sözün axtarılması üçündür. Bəli, qısa yolu Ctrl F düyməsidir. Home lent tabında editing lent qrupunda yerləşir. Ctrl F qısa yolu ilə də aça bilərəm və ya birbaşa ingiliscədən tərcümədən də variantın düz olduğunu anlaya bilərdim. C variantında atıram. Qalır cut, paste special əmrləri mübadilə buferinin düymələridir. Doğrudur. Yerdə qalır nə? Cavab variantım olan A yanlış variantdır. Niyə? Çünki home tabının go to düyməsi başqa fayla yox, başqa səhifəyə və ya başqa bölməyə, başqa abzasa keçidi təyin edə bilər. Qısa yol Ctrl H düyməsidir. Gəlirəm buradan go to-nu seçirəm. Səhifə, bölmə, line, bookmark, rəy və footnote arasında keçid edə bilərəm. Daha çox səhifə keçidləri üçün istifadə edirik, amma saydığım hər bir versiyada mümkündür. Cavabım olur A bəndi. 60-cı sual düzgün variantı seçin deyir. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür. Doğrudur. Yaddaş qurğuları funksionallığına əsasən daxili və xarici olmaqla iki yerə bölünür. Daxili qurğular ana plat üzərində yerləşir. Xarici yaddaş qurğuları isə ana platanın xaricində yerləşir. İkinci variant sistem işini prosesorla yaddaş və periferiya qurğularını əlaqələndirir. Doğrudur. Üçüncü, çevik disk, yəni floppy disk FTD 1,44 kilobayt yaddaşa malikdir deyir. Yanlışdır. Ədədi düzgün daxil eləsə də 1,44 kilobayt yox, megabayt yaddaşa malikdir. Dördüncü, CMOS əməli yaddaşın daxilində yerləşir. Xeyr. CMOS ayrıca özü bir qurğudur, saat bateriyasına oxşuyur, elektrik enerjisindən asılı deyil. Kompüterin konfigurasiyalarını özündə saxlayan yaddaş qurğusudur. Və 5-ci, prosesor hesab və məntiq əməliyyatlarını yerinə yetirir, doğrudur. Onsuz da bilirik ki, müasir prosesorlar hesab məntiq qurğusu və idarə etmə qurğusunun birləşməsindən yaranır. Son olaraq cavabım olur 1, 2, 5, yəni C bəndi. Davam edirəm 61-ci sualla. POP3 və SMTP protokolları POP3 elektron postun qəbuluna, SMTP isə Simple Mail Transfer Protocol sözlərindən əmələ gəlib elektron postun göndərilməsinə yarayır. Beləliklə, hər ikisi elektron post xidmətindən bağlı olduğuna görə cavabım olur B bəndi. Digər variantlara baxmış olsam, saytların axtarışı deyil, ICQ chat proqramları üçün, yəni real zaman müddətində klaviaturanın köməyi ilə qarşılıqlı ünsiyyətin qurulması üçün istifadə olunur. Usenet telekonferansların keçirilməsi üçün istifadə olunur. Telnet isə məsafədə yerləşən kompüterlərə müraciət xidmətidir. Beləliklə cavabım qaldı B variantı. 62-ci sual hansı görünüş rejimində slaydlar kiçik formada yanaşı şəkildə düzülür? Baxıram. Viewlent tabından slide sorterə keçid eləmiş olsam, piktoqramın da üzərində bunu görə bilirəm. Bu şəkildə piltələr formasında kiçik-kiçik yan-yana düzülmüş olur. Cavabım olur nə? Y bəndi. Slide sorter. Slide çeşidləyici. Adından da yadımızda rahatlıqla saxlaya bilərik. 63-cü sual aksesi ilə bağlıdır. Əsas açar, yəni primary key nədir deyir. Əsas açar nədir? Ümumiyyətlə açar nədir? Cədvəlin hər bir sətrini, yəni cədvəldəki, nisbətdəki hər bir yazını bir qiymətli, yəni təkrarlanmayan bir qiymətlə təyin edən sahədi sütundur. Cavabım olur D bəndi. Formlardan istifadə üçün imza deyil, sahənin dəyişməyən adı deyil, imza deyil dedik, C variantı da getdi. Verilənlərin daxil edilərkən təkrarlanan sahədir, əlaqəsi yoxdur. Açarın ilə əsas xüsusiyyəti təkrarlanmanın olmamasıdır. 64-cü sual elektron hesablama maşınları ilə bağlı bir sualdır. Birinci nəsil kompüterlərin element bazası. Birinci nəsil kompüterlərimiz ENIAC-lardır. Bilirəm ki, ENIAC-ların element bazası nə idi? Təbii ki, elektron lampalar idi. Digər variantlara baxmış olsam, yarım keçiricilər ikinci nəslin əsas element bazasıdır.
integral sxemlər 3-cü nəslin element bazasıdır. Böyük və çox böyük integral sxemlər isə 4-cü nəslin element bazasıdır. 65-ci sual megabaytla hesablayın deyir. 3 gigabayt üstəgəl 2048 kilobayt. Kilobaytdan megabayta getmək üçün nə etməliyəm? 1024-ə bölməliyəm. 2048-i bölürəm 1024-ə, alınır 2 megabayt. 1024-ə böldük. Buradan aldıq 2. 3-ü də gigabaytdan megabayta getmək üçün böyükdən kiçiyə gedirəm. Vurmalıyam. 1024-ə vuracam. 1024-ü vururam 3-ə. 3072. 2 də əldə var idi. Elədi cavabım 3074. 66-cı sualla davam edirik. PowerPoint 2019 proqramında təqdimatların təqdim edilmə rejimləri təbii ki, view, yəni görünüş lent tabında yerləşmiş olur. Bunu yenə məntiqlə sadəcə tərcümə olaraq yadımızda saxlaya bilərik. Təqdim edilmə rejimləri dedikdə slide, show rejimlərindən, nümayiş rejimlərindən getmiş olur. Neçə dənə görünüş rejimim var? 5 dənə görünüş rejimim var. Normal, outline, slide, sorted, note page, reading view. Elə lent qrupunun adına da baxsaq, təqdimat görünüşləri deyə məndən də həqiqətən təqdimatların təqdim edilmə rejimlərini soruşmuş olmuşdu. 67-ci sual ətraflı görünüş almaq üçün, yəni səhifənin böyük hissəsini, hətta bir neçə səhifəsini kiçildilmiş formada eyni zamanda görmək üçün sənədin miqyasını böyütmək və ya kiçiltmək lazımdır. Təbii ki, söhbət miqyasdan gedir. Miqyaslara baxmış olsaq, Word proqramında miqyasım 10-500% aralığındadır. Excel'də və PowerPoint'də minimum 10, maksimum 400%-dir. Paint'də isə 12,5-800% aralığındadır. 68-ci sual say sistemləri arasında keçidlə bağlı bir sualdır. Ən sadə üsulu 27-ni 2 üstü qüvvətlərin cəmi şəklində göstərməkdir. 27-ni necə göstərə bilərəm? 27 bərabərdir 16, üstə gəl 8, elədi 24, qaldı 2, üstə gəl 1. Şəklində göstərdim. Daha sonra ən böyük qüvvətim 16-dır, yəni 2 üstü 4-dür. 4-dən 0-a qədər soruşmuş olacam. 4 varmı? Həqiqətən də 2 üstü 4 var, 16 var. Varsa 1 yazıram. Daha sonra 8 varmı? Var. Yəni 2 üstü 3 varmı? Var. Varsa əvəzindən 1 yazıram. Daha sonra 2 üstü 2 gəlməlidir. Yəni 4 olmalıdır. 4 varmı? Yoxdur. Yoxdursa yerinə 0 yazıram. Daha sonra 2 gəlməlidir. Yəni 2 üstü 1. 2 var. Yerinə 1 yazıram. Və 1, yəni 2 üstü 0 varmı? Həqiqətən də var. Yerinə 1 yazmış oluram. Beləliklə cavabımı tapdım. 1, 1, 0, 1, 1 olaraq cavabını tapdım. Elədir C variant. 69-cu sual iş vərəqinin adında hansı işarədən istifadə etmək olmaz? Təbii ki, söhbət D variantından gedir. Baxmış olsaq, yenə magnifier açıb yaxınlaşdıracam. Hansı işarələr olmaz? Qoşa nöqtə olmaz. Sol və ya sağa meyilli slash olmaz. Kvadrat mötərizələr olmaz və maskalanmada istifadə etdiyimiz sual və ulduz işarələrindən istifadə edə bilmərəm. Bu variantlardan hər birini, bu işarələrdən hər birini, hər hansı birini variantlarda görürəmsə, cavab kimi qəbul eləməliyəm. Bizdə də hansı var idi? Başlanğıc kvadrat mötərizə var idi. Cavabım oldu D bəndi. 70-ci sual B3 xanasından B2 xanasına köçürən zaman, yəni bir sətir yuxarı qalxıram, yalnız sətrim dəyişəcək. Ümumiyyətlə bilirəm ki, sabitlər dəyişmir. Yəni plus 2 hissəsi mütləq qalmalıdır. Beləliklə Y variantını atdım. Daha sonra bilirəm ki, dollardan sonraki işarəm dəyişmir. C variantına baxsam, dollar 1 yazılıb. Amma mənə təqdim olunan halında dollar 2 idi. Dollardan sonra dəyişməməlidir. C variantı da getdi. Daha sonra dollardan sonra dedik dəyişmir. D dəyişmir. D dəyişməməlidir.
Baxıram variantlara, D-yə görə heç bir variantı ata bilmirəm və davam edəcəm. Dedik ki, B3-dən B2-yə keçdik, yəni sütun dəyişmədik, yalnız bir sətr yuxarı getdik. Sütun dəyişmədiksə, sütunu bildirən ünvanlarında dəyişməyəcək. Sütunu nə ilə bildiririk? Hərflə bildiririk. Mənim B3-dən B2-yə dəyişəndə hər ikisi B sütunundadır. Yəni hərfim dəyişməyibsə, düsturumda da hərfim dəyişməyəcək. Yəni nə C hərfi dəyişir? C hərfi dəyişmədiyinə görə B və D variantlarını atıram. Onsuz da əlimdə bir dənə variant qalır. D də dollara görə dəyişmirdi. Son nəticəm olur nə? C dollar 2, dollar D2 və plus 2. Burada diqqət eləsək, D-dən sonraki hissə burada 3 idi. Cavab variantında 2 olub. Təbii ki, dəyişib. Niyə dəyişib? Çünki bir sətr yuxarı qalxmışıqsa, düsturda da bunu hiss eləməliyəm. Dollar olmadığına görə, başqa bir səbəb olmadığına görə bir sətr 3-dən geri gedəndə hara düşürəm? İkinci sətrə düşmüş oluram. 71-ci sual şəkildə göstərilmiş taskbar buttons sahəsində combine when taskbar is full əmri seçilib, edilmiş dəyişiklikdən sonra iş prosesində nə baş verəcək deyir. Bu bizdə fikir verin, combine taskbar buttons tapşırıqlar zolağında panellərin, düymələrin birləşdirməsi ilə bağlı əmrdir. Tapşırıqlar zolağına gəlirəm. Sağ düyməni basıb taskbar settings'e daxil olacam. Fikir verin, mənə bu sahədən danışmış olur. Hal-hazırda always hide labels əmri aktivdir. Beləliklə nə baş verir? Bütün piktoqramları, açıq pəncərələri öz piktoqramları daxilində yığır və heç bir addan istifadə eləmir. Sadəcə ikonu görürük. Buradan gəlib dəyişsəm, when taskbar is full desəm, hal-hazırda dolu deyil. Məsələn, Word sənədini artıraq. Fikir verin, doldu və yalnız Word adı altında yığmış oldu. Bunları bağlayaq sürətli bir şəkildə. Deməli, nə baş verdi? Suala qayıtsam. Bir neçə proqram açılan kimi onların işarələri avtomatik olaraq bir düymədə qruplaşdırılacaq deyir. Düymələr üzərində həm işarə, həm adlar əks olunacaq. 2 doğrudur. Çünki həm düymələr, həm adları görürəm. Və işarələrin qruplaşdırılması tapşırıqlar paneli üzərində yer çatmadıqda, when taskbar is full, dolu olduqda yerinə yetirilmiş olacaq. Düymələr üzərində proqramların işarələri əks olunacaq, adlar görsənməyəcək, xeyr, adlar görsənir, hal-hazırda görürük adları. Düymələr üzərində pəncərələrin adları və işarələri əks olmayacaq, bu mümkün deyil. Uyğun pəncərələr bir düymədə qruplaşdırılmayacaq deyə diqqətli olaq. Və bir neçə proqram açılan kimi, xeyr, bir neçə proqram açılan kimi deyil, tapşırıqlar zolağı dolduqda bu baş vermiş olacaq. Beləliklə cavabım olur 2 və 6. Davam edirəm 72-ci sualla. 30 səhifədən ibarət olan kitab çapa aşağıdakı parametrlə göndərilib. Fikir verin, all page deyir, amma even pages deyir. Even page nə idi? Cüt ədədli səhifələr. Necə xatırlayırdıq? Even özü 4 hərfli idi, 4 özü cüt rəqəmdir. Odd deyə bilər burada bir də. Odd özü 3 rəqəmlidir, 3 özü təkdir. Tək cüt tərcüməsini bu şəkildə yadımızda saxlaya bilərik. İndi 30 səhifənin neçəsi cüt olar? 30 bölü 2, yəni 15 dənəsi cüt olmuş olar. 2, 4, 6, 8, 10. Hər 10-luqda 5 dənə. Daha sonra 12, 14, 16, 18, 20, 22, 24, 26, 28 və 30-un özünü də təbii ki, daxil eləmiş olurum. Əlimdə qalır 15 dənə səhifə. Daha sonra düşürəm ən aşağı hissəyə. Bir üzdə 2 səhifəni çap edeyim. 15 səhifəm var. 15-i 2 bölüşdürəndə nə qalır? 7,5 səhifə qalmış olur. Daha sonra nə baş verir? Bir səhifənin hər iki üzündən istifadə edir. Fikir verin, both side deyir. 7,5-i də bölürəm 2-yə. 3 tam nə qədərsə düşəcək. Dəqiq desək 3,75 düşür. Amma
dəqiq hesablamağa heç ehtiyac belə yoxdur. 3-ü keçdiyinə görə artıq mən burada nəticəmi 4 olaraq götürmüş olacağam. Yəni mənə bir nüsxə üçün 4 səhifə lazımdır. Mənim neçə dənə də kopyam var? 5 dənə kopyam var. Gəlirəm bir kopya üçün lazım olan səhifə sayını, yəni 4-ü vururam 5-ə. Cavabı alıram 20. Beləliklə mənə neçə səhifə lazım olur? 20 səhifə lazım olmuş olur. Cavabım olur 20. 73-cü sual proqram təminatına aiddir. Sistem proqram təminatına daxildir deyir. Sistem proqram təminatı öz daxilində baza və servis olmaqla, yəni xidmət olmaqla 2 yerə bölünür. Əməliyyat sistemləri sistem proqram təminatının baza tərəfinə aiddir. Utilitilər xidmət tərəfinə aiddir. Redaktorlar, yəni qrafik redaktor, mətin redaktor, tətbiqi proqram təminatına aiddir. Verilənlər bazası da yenə tətbiqi proqram təminatına aid olmuş olur. Cavabım olur 1 və 2. 75-ci sual algoritm sualıdır. Biraz yaxınlaşdıraq. Blok sxem verilmiş algoritmə S-in qiymətini soruşur. A 5-dir, B 4-dür. Düşür aşağı, məntiqi operatoru var, məntiq bloku var, şərt bloku var. Deyir ki 5, yəni A, A-nın qiyməti 5-dir. B-dən, B-nin qiyməti neçədir? 4-dür. 4-dən böyükdürmü? Həqiqətən də 5 4-dən böyükdür. Hər qolu ilə davam edirəm. A bərabərdir A üstəgəl 1. A neçədir? 5-dir. 5-i qoyuram yerinə. A alınır 6. Artıq 5 silindi getdi. A oldu 6. S deyir ki A vurulsun B-dir. B-ni bildik ki 4-dür. Tələbələrin çox çaşdırdığı hissələrdən biri budur. Fikirləşirlər ki, A-nın 5 mi götürüm, 6 mı götürüm? Təbii ki, son dəyərini götürəcəm. Həmişə son dəyəri götürürəm və 6 götürürəm. 6 vur 4, cavabım olur 24. Qətiyyən 5 götürüb 20 yazmırıq, cavabımız səhv çıxmış olacaq. Mütləq 6 götürürəm, 6-nı 4-ə vurub 24 cavabını tapmış olmalıyam. Sonuncu uyğunluq sualından davam edirəm. Modem, router və bridge körpü arasında uyğunluğu müəyyən edin deyir. Beləliklə, şəbəkə səviyyəsində işləyən və paketləri bir şəbəkədən digərinə ünvanlayan qurğudur deyir. Təbii ki, şəbəkə səviyyəsində işləyən, o səy modelinin şəbəkə səviyyəsində işləyən və bir şəbəkədən digərinə ötürən qurğum hansıdır? Router, yəni marşrutlayıcıdan söhbət gedir. A getdi 2-yə. Rəqəmsal informasiyanı telefon xətləri ilə ötürülən telefon xəttindən danışırsa, modemdən danışmış olur. Və son olaraq körpüyə uyğun variantımı da tapmış olsam, müxtəlif topologiyalı, eyni protokola malik lokal şəbəkələri birləşdirən qurğum isə təbii ki, körpüdür. Cavabım olur D bəndi. Beləliklə 75-ci sualın cavabı 1-ə B, 2-yə A, 3-ə D şəklində olmuş oldu. Bununla da 2017-ci ilin qəbul suallarını yekunlaşdırmış olduq. Əziz tələbələr, hər birinizə uğurlar, növbəti qəbullarda, növbəti izahlarda görüşənədək sağ olun, salamat qalın.